Ölkənin iqtisadi inkişafına güclü təkan verən sahələrin adları açıqlandı. Kosmos, təyyarəçilik, beynəlxalq əlaqələr və logistika. Növbəti illərdə böyük gəlir mənbəyi olan sahələr məhz bunlar olacaq. Zaman o zamandır ki, hər şeyin nəticəsi nəzərə alınır. Eləcə də ixtisasa yiyələnmədə bugünkü məzun sabah ixtisas sahibi olub nəyə nail olacaq? Hansı qazanca nail olacaq? Hansı nailiyyətə nail olacaq? Və zaman, dövr, ölkə, təsərrüfat, dünya bugün hansı ixtisaslara üstünlük verir, sonra 5 ilə hansı ixtisaslara gəlib çatacaq? Ekspert deyir ki, bugün həkim, hüquqşünas, bankçılıq kimi ixtisasları seçənlər daha çoxdur. Amma təyyarəçilik, kosmos, beynəlxalq əlaqələr, nəqliyyat sektoru kimi sahələr üzrə mütəxəssis azlığı yaşanır. Bu istiqamətlərdə ixtisas seçimi demək olar ki, yox dərəcəsindədir. Onlara yiyələnmək vacibdir. Çünki burada əlbəttə bu elə sahədir ki, onun əmək haqqı da yüksək olacaq. Bu elə sahədir ki, hər adam fiziki cəhətdən ona hazır olmayacaq. Və elə sahədir ki, bu sahə şöhrət gətirəcək. Bu sahə ölkəyə qüdrət gətirəcək. Buna görə də kosmos sahəsi üzrə mütəxəssislərə elə bilirəm ki, bir neçə ildən sonra daha çox rast gəlmək olar. Araşdırmalar göstərir ki, bugün ölkəmizdə maraq dairəsindən kənarda qalan ixtisaslara Avropa ölkələrində daha çox meyl edilir. Xarici ölkələrdə bu ixtisaslara maraq var. Yalnız bizim ölkəmizdə gəlir mənbəyi olmadığı üçün bu ixtisaslara maraq çox azdır. Önümüzdəki 5 illikdə, 10 illikdə belə hesab edirəm ki, ən öndə gedən ixtisaslardan, ən lazımlı ixtisaslardan beynəlxalq münasibətlər, beynəlxalq hüquq, həmçinin tibb, turizm və də kosmos ixtisası ola bilər. Hesab edirəm ki, bu ixtisaslar ölkəmizə iqtisadi baxımdan həm gəlir mənbəyinə çevriləcək, həmçinin ölkəmizdə bu ixtisaslar üzrə mütəxəssis azlığını aradan qaldırmış olacaq.